Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin ve alihi tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin amma ba'd. Hucurat suresinde biz axırıncı dəfə qeybət ayəsində qaldıq. İctimai əlaqələr mövzusu Quran-ı Kərimin diqqətində olan mövzudur. Biz o məsələlərdən danışırdıq ki, Həzrəti Peyğəmbərlə ümmətin münasibəti, ümmətin Peyğəmbərlə münasibəti və ümmətin bir-biri ilə münasibəti necə olmalıdır? Və Quran-ı Kərimin məqsədi, hədəfi nədir? Hansı cəmiyyəti qurmaqdır? Onları bəhs etdik ki, Quran-ı Kərimin məqsədi iman cəmiyyəti yaratmaqdır. İslami və imani bir cəmiyyət yaratmaqdır. Şirki, günahı, fisk, fücuru yəni ictimaiyyətdən uzaqlaşdırmaq məqsədi güdür. Cəmiyyət şirk cəmiyyəti olanda nə olur? Olur təkəbbürlü cəmiyyət, olur bir-birinə güzəşt eləməyən cəmiyyət, olur xain, paxıl cəmiyyət, olur küfr dolu cəmiyyət, olur təmənna ilə, yəni təmənna güdərək bir-birinə hansısa bir xidməti edərlər. Amma şirk cəmiyyəti olmasa, şirk aradan getsə, insan niyyətini saflaşdırsa, Allaha iman etməyin elə birinci faydası budur ki, insanın içi təmizlənir, iman güclənir və niyyət saflaşır. Hər şeydə niyyətdən asılıdır. Və əgər niyyət Allaha xatir olarsa, onda təmənnasız xidmət olur. Peyğəmbərlər və Əhl-i-Beyt, xüsusilə Əhl-i-Beyt əleyhissalam bunu öz həyatında göstərdilər ki, təmənnasız xidmət olunmalıdır cəmiyyətə. İmam Həsən əleyhissalam buyurur ki, mən gördüm, anam Fatimə Zəhra salamullah əleyha səhərə qədər dua etdi, amma ancaq qonşuları dua etdi. Soruşdum ki, anacan, sən hey qonşuları dua edirsən, amma bizə dua etmədin. Orada buyurdu ki, oğulcan, əlcar thumməddar, yəni birinci qonşu, sonra evin içi. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni bir insan Allaha iman edibsə, bir insanın niyyəti Allahdırsa, o həmçinin insanlara təmənnasız xidmət göstərəcək. İnsanların xeyrini istəyəcək. Çünki o insanları Allahın məxluqu bilir, Allahın ailəsi bilir. İmam Səccadın ifadəsi ilə desək, o bütün məxluqatı, yəni nəinki insanları, bütün ətraf mühiti, bütün təbiət aləmini, bütün heyvanları belə Allahın ailəsi biləcək. Allahın ailəsi biləndən sonra təbii ki, ona düzgün, dürüst yanaşacaq. O israf etməyəcək, o qonşusunu incitməyəcək, o zibilləri götürüb küçəyə atmayacaq, o küçələri zibilləməyəcək, təmiz saxlamağa çalışacaq. Həyətini, bacasını, evin qarşısını, küçəsini təmiz saxlamağa çalışacaq. Bu önəmlidir. Yəni, saf niyyət deyəndə bunun bir ictimai təsiri də var insan həyatına. Ona görə hər şey niyyətdən başlanıb. Və məsələn, biz Əhl-i-Beytin həyatında Quran-ı Kərimdə oxuyuruq. Quran-ı Kərim o həmən məşhur İnsan surəsində, Həl-Ətah surəsi biz deyirik də, o İmam Həsən, İmam Hüseyn xəstələndi, Əhl-i-Beyt 3 gün nəzr etdilər ki, sağalsa uşaqlar, bəs oruç tutarıq. 3 gün öz iftarlarını Quran nə buyurur? وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Onlar yeməyə ehtiyaclı olduğu bir halda, yeməyi sevdiyi, yəni əhşəd ehtiyaclı olduğu bir halda onu yetimə, miskinə və əsirə verirlər. Özə və yut'imuna feilin indiki davam edici formasıdır, indiki gələcək zaman formasıdır. Yəni daim bu işi görürdülər. Onların xasiyyəti idi bu, həyat tərzi idi bu. Verirdilər, sonra nə? İnnəmə nut'imukum livəcihillah. Biz sizi Allaha xatir yedizdiririk. Bu əsas məsələ budur. Lə nuridu minkum cəzaən və la şükura. Sizdən heç bir mükafat və heç bir əvəz istəmirik, təşəkkür də istəmirik sizdən. Görürsünüz, təmənnasız xidmət alınır. Bu olur diri bir cəmiyyət, bu olur mədəni bir cəmiyyət, bu olur o mənfəət güdmədən insanlara xidmət etmək.
Bax, bu iman cəmiyyətinin xüsusiyyətidir. Amma şirk cəmiyyəti olanda isə, şirk cəmiyyətində hamısı təmənnadır. Hər şey təmənna üzərində qurulub. Dostluğundan tutmuş hər şeyə qədər. Quran buyurur ki, o gün, qiyamətin günündə dostlar bir-birinə düşmən olar. İlləl muttaqun, təqvallardan başqa. Çünki onlar Allaha xatir iş görüblər. Allaha xatir dostluq eləyiblər. Bunları birləşdirən dəyər Allah olub. Yoxsa biri, məsələn, haralı, biri haralı, biri yəni, eyni yerin adamları deyil, amma bunları birləşdirən bir dəyər var. İman dəyəri, Allah dəyəri, Əhl-i Beytə məhəbbət bunları birləşdirib və bunları eləyib qardaş. Bunlar necə ki dünyada dost olublar, ahirətdə də dost olacaqlar, Quran buyurur. Amma digər mənfəət güdən insanlar isə onlar deyir bir-birinə düşmən olacaqlar. Hansı ki təqva əsasında dostluq eləməyiblər bir-biri ilə. Onlar təbii ki düşmən olacaqlar. Bax, Quranın məqsədi budur ki, iman cəmiyyətdə iman toxumlarını səpsin. Cəmiyyəti bir imani bir cəmiyyət. İnsanların həyat tərzi iman əsasında olmalıdır. Belə bir cəmiyyətdə bəli, heç kəs bir-birinə məsxərə etməz. Çünki məsxərənin kökündə kibir dayanır, təkəbbürlük dayanır. Özünü bəyənmək və insanları aşağı gözlə baxmaq dayanır. Ona görə məsxərə etməyin. Bir-birinizin eyblərini açmayın. Yəni, sən onun haqqını tanımalısan ki, onun da haqqı var, onun da abru qorunmalıdır. Və keçən səfər biz qeyd etdik və Quran-ı Kərim çox qəribə ifadə işlədir. Buyurur ki, bir-birinizin, özünüzün, ənfus deyir, özünüzün, öz adlandır. Yəni, cəmiyyət bir fərd kimidir, bir fərd də cəmiyyət kimidir. Bir nəfərə zülm olunsa, sanki bütün cəmiyyətə zülm olunub. Bir nəfərə yaxşılıq etsən, sanki bütün cəmiyyətə yaxşılıq etsin. Digər ayədə də Quran-ı Kərim buyurur ki, kim bir nəfəri öldürsə, sanki bütün insanları öldürüb. Kim bir nəfəri diriltsə, sanki bütün insanları dirildib. Məşhur ayət də mən istəmirəm bu haqda çox danışım, çünki siz bilirsiniz, yəni bu haqda çox danışılıb. Yəni bir mənası nədir? Bir mənası budur ki, cəmiyyət hamısı Quranın nəzərinə görə elə bir fərd kimidir. Sənin bir fərdə zülm etməyin bütün cəmiyyətə zülm etməyindir. Bir fərdə yaxşılıq etməyin bütün cəmiyyətə yaxşılıq etməyindir. Quran-ı Kərimin məqsədi çox yüksəkdir, çox genişdir, çox alidir. O insanı yerdən qopardır, səmaya aparmaq istəyir. Səmadan gəlib ki, gəlsin səninlə dostluq etsin, özünü sənə tanıttırsın və səni götürüb səma əhli etsin. Bir yerdən yapışma. Çox maraqlıdır. Bələm Bauranın dastanını yəqin ki, siz eşitmişsiniz Həzrəti Musanın dövründə yüksək bir imana sahib olan bir nəfər var idi. Hətta deyirlər ki, İsmi Əzəm duasını da bilirdi. Duası qəbul olurdu bir sözlə. Amma yəni, o cür şəxsin Həzrəti Musanın tərəfdarı olması Fironçulara bir zərbə idi. Yəni, təsəvvürlə o dua eləyir, dərhal cəmaət duanın təsirini görür. Ona görə böyük hörmət sahibi idi, böyük hörmət qazanmışdı. Nəticə nə olur? Firon yavaş-yavaş hədiyyələrlə onu ələ almağa çalışdı və onu öz tərəfinə çəkdi. Və belə oldu ki, bu adam başladı Həzrəti Musa ilə düşmənçilik etməyə. Axırda dedi ki, mən gedərəm, dua edərəm, Allah Teala Həzrəti Musaya bəla indirsin. Təsəvvür. Quran-ı Kərim Əraf surəsinin 175-ci ayəsində onun hekayəti, bir neçə ayədə onun hekayətini qeyd edir və onun barəsində bir söz işlədir. Buyurur ki, o yerdən yapışdı. Əxlədə iləl ərz. Yerdən yapışdı. Yəni, dünyaya məhəbbət bəslədi, bütün axirətini dünyaya satdı, yapışdı yerdən. Görürsünüz, Quranın məqsədi, peyğəmbərlərin məqsədi, onların təlimlərinin qayəsi budur ki, gəlsin səni yerdən qopartsın, səmaya aparsın, ucalara aparsın. Ona görə həmişə deyir ki, düşün, bir səmanı düşün, ayı düşün, günəşi düşün, ulduzları düşün, planetləri, kəhkəşanları düşün. Amma insan yerdən yapışmaq istəyir, yerdən yapışmaq istəyir. Bu cəhətdən Quran-ı Kərimin məqsədi və cəmiyyəti də o cür tərbiyə etməkdir.
imani bir cəmiyyət ol. İnsanlar təmənnasız xidmət göstərsinlər. Və mən deyərdim ki, dünyada çox az yerdə bu görünə bilir. İndi iman sahibləri təbii ki, bunu eləyirlər. Amma cəmiyyət olaraq Ərbəyində onun nümunəsini biz görə bilirik. Yəni, sanki Quranın tərbiyə etdiyi cəmiyyətin kiçik bir nümunəsini biz orada görürük. Təmənnasız xidmət. Hər kəs orada çalışır ki, təmənnasız xidmət göstərsin. Öz pulunu təmənnasız xərcləyir, öz malını xərcləyir, xidmət eləyir, hər şey eləyir. Və orada bir gözəllik görürük. Və dünyanın yeni möcüzəsi hesab olunur o Ərbəyin yürüyüşü, Ərbəyin hadisəsi. Bu yeni bir şeydir. Yəni, insanların əsrlər boyu axtardığı bir şeydir bu. Həmişə arzusunda olduğu bir şeydir. Yəni, insanlıq olsun orada. Heç bir maddi məqsəd güdülməsin, təmənna güdülməsin. Ona görə Ərbəyin hadisəsi əslində böyük bir fenomendir. Ərbəyin hadisəsi böyük bir hadisədir. Misli görünməmiş hadisədir həm də. Bax, əslində o İmam Zamanın cəmiyyətinin, İmam Zamanın dövrünün kiçik bir nümunəsidir həm də. Yəni, Allah Teala o bir cəmiyyət yaradacaq. Dünya o cür olacaq. Bütün cəmiyyət o cür olacaq. Çünki Qur'anın məqsədi odur. Allah öz məqsədinə çatmalıdır. Qur'an öz məqsədinə çatmalıdır. Hələ o cəmiyyət qurulmayıb. O imamın dövründə onu imam bacaracaq. Onu insanın gücü çatmır. Mənəvi gücü çatmır onu yaratsın. Allah övliyasının mənəvi gücü çatır. İmam Hüseyin Əleyhisselamı görürsünüz də, onun mənəvi gücü sayəsində görürsünüz, insanlar onun ətrafında birləşənlər, onun ziyarətinə gedənlər necə o çiçəklənirlər, daxilləri gözəlləşir. Bu İmam Hüseynin gücüdür. Onun təsiridir, onun bir rəhmət baxışlarıdır. İmam Zaman Əleyhisselam gələndə də o cür olacaq bütün dünya. İnsanın içi çiçəklənər, gözəlləşər. Qur'anın məqsədi, Qur'an böyük bir xəzinədir, ona görə deyilir. Qur'an böyük bir xəzinədir. Qur'anın məqsədləri çox alidir. Və gəldik Qeybət ayəsində də Allah Təbarək və Təala buyurur ki, Ya əyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, ictənibu kəsiran minəz-zənn, çox zənn, güman etməkdən çəkinin. Çəkinin o mənada ki, yəni onun tərəf müqabili olun, nəinki onun yanında olun. Çəkinin bu mənada. Yəni, onun tərəf müqabili olun, onun qarşısında dayanın. Yəni, pis gümanlar yayılırsa, sən əks bir sözdür, sən xoş gümandır. Məna budur. Peyğəmbər buyurur ki, bir hadisəni eşitdin, xoş olmayan bir hadisəni eşitdin, 70 yerə yoz. 70 yerə, yaxşı yerə də, 70 yaxşı yerə yoza bilirsənsə, onlardan birinə yoz. Ondan sonra, 70'den sonra gəlir ki, ola bilsin ki, bu da düzdür. Bu möhtəşəm bir sözdür. Və bir-birinə bədgüman olmamaq, insanlara etimad etmək, etibar etmək, bədgüman olmamaq onların barəsində, bu digər günahların qarşısını alır. Çünki əsas oradan başlayır da. İnsan, məsələn, birini bir yerdə görür, başlayır onun barəsində bədgüman olmağa. O niyə getmişdi ora? Və başlayırsan axtarış etməyə. Axtarış etməyi, yəni bir səbəb yoxdursa, yəni ciddi bir səbəb yoxdursa, məsələn, ola bilər ki, məsələn, bəzən elə bir səbəb olsun. Amma elə bir səbəb yoxdursa, sən niyə axtarış edirsən? Bu axtarış etdin, axırına çıxdın, nə qazanacaqsan? Heç bir şey. Ona görə o axtarış qadağan olunub. Deyir ki, pis gümandan, bəd gümandan çəkinin. Həqiqətən bəzi gümanlar, bəzi zənlər günahdır. İfmun, günahdır. Sonra bu, və la təcəssəsu, axtarış etməyin. Və la yəğtəb ba'dukum ba'za, və bir-birinizin qeybətini etməyin. Bu ardıcıllıq və bir-birinin çəkir. Bədgüman ki, yarandı, axtarış gəlir ardınca. Axtarış yolda tapırsan, tapandan sonra bildin ki, bu işin sahibidir, başlayırsan orada burada danışmağa. Bu qadağan edilib. Sonra çox maraqlı və çox ağır bir ifadə işlədir Quran-ı Kerim. Buyurur, Əyyuhibbu əhadukum ən yəkulə ləxmə əxihi meytən,
fəkərihtumuh. Sizdən biri öz ölü qardaşının ətini yemək istəyərmi? Fəkərihtumuh. Sizin bundan acığınız gəlir. Yəni, Qur'an-ı Kerim bir daha deyirəm, təşbih demir, bənzətmə deyil bu. Bu məsəldir. Yəni, onun həqiqi mahiyyəti, bərzəxdəki mahiyyəti, axirətdəki mahiyyəti odur. Bir insan təsəvvür eləyin, bir qardaşı ölüb, doğma qardaşdan söhbət gedir, ölüb və bu adam oturub onun yanında onun ətini yeyir. Yəni, bunun mahiyyəti budur. Abır aparmağın mahiyyəti budur. Qeybət etməyin, eyib açmağın mahiyyəti budur. Böhtan atmaq ondan da pis. Və biz axirətdə, yəni axirətdə o cür görünəcəyik. Kim ki qeybət eləyir, axirətdə o formada öz ölü qardaşının ətini yeyə gələcək. Yəni, Qur'an-ı Kerim bir təşbih demir, həqiqətdən xəbər verir, mahiyyətdən xəbər verir. O sanki özdəki deyir ki, kim sevər? İndi bir adam məsələn adət eləyər, ləzzət ala qeybətdən. O məsələn leş, o sanki bir o leş yeyən quşlar olur, leş yeyən heyvanlar olur. Və ona bənzəyir də insan. Bunun adəti budur. Qeybətdən ləzzət alan, onu özünə peşə edən insan, deməli nədir? Bunun adəti budur. Ancaq leş yiyir. Və bu çox ağır ifadədir. Yəni deyirəm, Qur'an-ı Kerim bunu istifadə edir. Çox ağır ifadədir və düşündürücüdür. İnsanı həm də çəkindirir bu işdən ki, bunun mahiyyəti çox pisdir. Abır insan bəzən 70 il abır qoruyur. Amma bir dənə qeybətlə, bir hadisə ilə o abır gedir. Sonra ələ gətirmək də olmur. Bir insanın o canı çıxınca, adı çıxında canı çıxsın da, bizdə məşhur deyimdir. Adı çıxınca canı çıxsa yaxşıdır. Adı çıxdı, pisinə getdi və abır getdi, onu ələ gətirmək olmur. Ona görə qeybətin barəsində məşhur hədis ki var, deyilir. Allah Teala sənin savablarından götürür, verir o qeybət etdiyin şəxsə. O deyir, yetməsə, onun günahlarından götürər, yazar sənə. Ki, başa-baş gəlsin. Ona görə axirətdə insan, səhnələrdən biri də bu olar ki, insan görər namə əmalında, əməl dəftərində, məsələn, mən filan iş görmüşəm, filan günah etmişəm. Məsələn, də Moskvada, New Yorkda, orada, burada filan günahı etmişəm. Deyər ki, mən axı heç orada olmamışam, bu günahı etməmişəm. Bu nədir mənim əməl dəftərimdə? Ona deyilər ki, sən yadındadır filan kəsin abrını apardın, qeybətini etdin, onun günahıdır yazmışıq sənə. Sənin savablarını da ona yazmışıq. Yəni, bir adamın abrını aparmaq o qədər böyük günahdır. O qədər mənfur bir işdir. Hətta insan deyir, özü öz günahını açmamalıdır. Özü öz günahı, öz abrına açmamalıdır. Hətta Allahın ən acığı gəldiyi işlərdən biri də odur. İnsan öz günahından danışır. Öz məsələn pis keçmişindən danışır. Hədisdə var, deyilir ki, bir insan ki özünün abrını aparmağa başladı, qeybətini etməyə başladı, Allah da deyir ki, ey mənim mələklərim, baxın, mən onun abrını qorumaq üçün o pərdə çəkmişəm, o isə o pərdələri yırtır. Cırır o pərdələri ki, insanlar görün məni. Mən üstünü örtürəm, o yırtmağa başlayır. Məsələ bax, bu qədər ciddidir. Və Qur'an-ı Kerim buyurur ki, təqvalı olun. Vəttəqullah. Təqvalı olun. İnnallaha təvvabur rahim. Həqiqətən Allah tövbələri qəbul eləyən və rəhimlidir. Allah yol qoyur, tövbə yolu. Yəni, düzdür ki, bir insan qeybət edəndə o cür, sanki bir leş yiyənə bənzəyir. Qur'an-ı Kerim onu o cür bənzədir. Amma deyir ki, bunun tövbə yolu da var. Tövbə yolu mütləqdir ki, sən qayıtmalısan.
Qayıtmasan, o cürdə gedəcəksən. Təsəvvürlə məhşərə o formada gələrsən. Görürsən, bəzi heyvanlar var, yırtıcıdır. Onlar ovluyurlar, sonra doyana qədər yeyirlər, sonra əl çəkirlər. Ondan sonra o kərkəslər görürsən ki, gözləyir orada, qıraqda. Gözləyirlər ki, məsələn, şir getsin, bunlar hücum çəksinlər. Sonra o leş yiyənlər hücum çəkirlər, o leşləri yeyirlər. Və insan da buna bənzəyir. Buna bənzəyir. İndi, vay o gündən ki, insan məhşərə o formada gələ. Sən abır aparmısan, Allah da sənin abrını o cür aparacaq. Bütün məhşərin gözünün önündə sən o formada təsəvvürlə məhşərə gəlirsən. Var da hədisdə, bəziləri deyir, üz üstə sürünə gələcək. Bəziləri belə gələcək. Bəziləri nə bilim, donuz formasında, bəziləri yırtıcı formasında. Hamısı var da bu. Bəziləri deyir, o ləhliyən itlər var, dilini çıxardır və o formada gələr. Bəzilərinin üfunətindən hətta cəhənnəm əhli əziyyət çəkər. Deyək ki, bunu çıxart buradan. Cəhənnəm əzabı yaxşıdır bunun üfunətinin yanında. Belə olacaq. Yol budur ki, tövbə. Özü tövbə Allahın bir lütfüdür. Onu deyim. Allah birinci tövbə eləyir. Sonra insan tövbəyə gəlir. Tövbə sözü qayıtmaq mənasındadır. Qayıdışı Allah eləyir. Mən özümdən demirəm. Quran-ı Kərimin ayəsidir. Tövbə surəsinin 117 ya 118-ci ayəsidir. Thumma taba aleyhim liyetubu. O 3 nəfər ki, Peyğəmbərə qoşulmamışdı, döyüşə getmədi, Təbuk müharibəsinə filan. Sonra peşman olsa da gecə oldu, gedib qoşula bilmədi. Allah təala onları boykot etdi. O dastanı bilirsiniz. Sonra 50 gündən sonra Allah təala onları bağışladı. Tövbələri qəbul olundu. Onlar Mədinədən də tərk edildi. Çünki Peyğəmbərin əmri, Allahın əmri bu idi ki, heç kəs onlarla danışmasın. Heç öz ailələri də danışmadı onlarla. Çıxıb getdilər səhrada, 3 nəfər səhrada yaşadılar. 50 gündən sonra Allah təala bu ayəni göndərdi. Allah buyurur ki, "Thumma taba aleyhim." Allah tövbə etdi, liyetubu ki onlar tövbə etsinlər. Allah qayıdış etdi ki onlar da qayıdış edə bilsinlər. Yəni kimsə tövbə eləyirsə bu Allahın xüsusi rəhmətidir insana. Kimsə məsələn bir peşman olursa bir günahdan, bir peşman olursa, namaza gəlirsə, ibadətə gəlirsə, bir dua eləyirsə, Allaha deyirsə ki, ilahi məni bağışla, mən bilmədim, bu Allahın lütfüdür. Və bu həm də insan öz əməlindən asılıdır. İnsan gərək öz ruhunu o vəziyyətə salmasın ki, Allah ondan üz döndərsin. Allah rəhmət baxışı ilə baxmasın ona. Yox, insan ki, üz saxladısa, yer saxladısa, Allah mütləq qayıdış edir ona. Rəhmət qayıdışını edir. Güc verir ona, təkan verir ki, o tövbə eləsin. Yoxsa müəyyən imtahanlar eləməklə, müəyyən sınaqlar etməklə, onun əlindən tutub çəkmək istəyir. Və çəkir də. Niyə? Çünki onda o potensialı görür də. Bəndəsidir, çox sevir axı, istəmir, o məhv olur getsin. Amma bəzilərini deyir ki, Allah Taala, hey, oyadar, bu yenə də öz gedər yuxuya. Oyadar, yenə gedər yuxuya. Oyadar, yenə gedər yuxuya. Və heç ayılmayacaq. Amma bəziləri isə ayılır. Allah onu oyadır, o da ayılır. Və gəlir yola. Bu Allahın lütfüdür kimsə peşman olursa. Hədisdə var, deyir ki, haçan bilərsən ki, Allah səni tərk edib yoxsa yox? Deyir, bax gör, günah edəndən sonra utanırsansa, bil ki, Allah səni tərk eləməyib. Amma günah eləyəndən sonra utanmırsansa, bil ki, Allah səni tərk eləyib. Eyni hədis İmam Baqir əleyhissalamdan da var, Əhl-i Beytin vilayəti haqqındadır. Buyurur ki, sual verdilər imama,
İnsan nə vaxt siz Əhl-i Beytin vilayətindən çıxır, iblisin, şeytanın vilayətinə girir. İmam buyurdu ki, günah eləyəndən sonra utanırsansa, bil ki, biz Əhl-i Beytin vilayətindəsən. Yox, utanmırsan, peşman olmursansa, bil ki, biz Əhl-i Beytin vilayətindən çıxmısan, iblisin, şeytanın vilayətinə girmirsən. Bu önəmlidir. Deməli, Allah buyurur ki, təqvalı olun. Vəttəqullah. Qeybətdən çəkinin, Allahdan qorxun, təqvalı olun. İnnallaha təvvabur rahim. Allah həmişə bir açıq qapı saxlayır. Həqiqətən Allah tövbələri qəbul edən və rəhimlidir. Bir insan, məsələn, hətta birinin qeybətini eləyib. Bildi ki, bu böyük günahdır, peşman olub. Qayıdış etmək istəyir. Nə etməlidir? Deyir, əvvəla onu müdafiə etməlidir. Həmən insan harada onun qeybətini eləyibsə, gərək desin ki, yox, mən səhv eləmişəm. O insan belə bir insan deyil, yaxşı insandır. Bu bir. Hansı platformalarda eləyibsə, hətta sosial şəbəkələrdə ola bilər bir insanın abrını aparsın. Eyni ilə bu sosial şəbəkələrdə yerdə onu müdafiə etməlidir. Onun abrını bərpa etməyə çalışmalıdır. Bu birinci adım. İkinci adım odur ki, indi bu adam eləyə bilmir heç cür. Əlində o vəsait yoxdur, o imkanlar yoxdursa, nə etməlidir? O etməlidir ki, onun üçün o qeybət etdiyi adamın, abrını apardığı adamın istiğfar etməlidir. Günahlarının bağışlanmasını diləməlidir Allahdan. Onun üçün, nə bilim, savablar göndərməlidir, dualar etməlidir, xüsusilə istiğfar etməlidir ki, ilahi onun günahını bağışla. Mən onun abrını apardım, ilahi onun günahlarını bağışla. Allah nə qədər bağışladı, sənin bu duan nə qədər bu günahını kompensasiya edə bildisə, etdi. Yox, edə bilmədisə, sən tapşırsan Allaha. Deyirsən, ilahi, sən ödə. Məndən bu qədər. Mən səhv eləmişəm, bilməmişəm. Bunu həvalə edirəm sənə. Allah sənin əvəzində onu verəcək. Allah tövbələri qəbul edən və rəhimlidir mənasını budur. Yəni, Allah özü eləyəcək sənin əvəzində. Bütün bunlar məqsəd nədir? Məqsəd odur ki, çox ali bir cəmiyyət yetişsin. İmani və İslami həyat tərzi sürən bir cəmiyyət yetişsin. Və Peyğəmbərlərin təlimləri öz həqiqətini tapsın. İmamların təlimləri öz həqiqətini tapsın. Mənə işarə edirlər ki, bəs vaxtımız qutarıb, təsbihlər olsun. Allahın verəm onun izzət və cəlalına bizi də Peyğəmbərlərin təlimlərini qəbul eləyən, onu yaşadan insanlardan qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullah.